Salam uşaqlar, yaxşısınız? Ağa, bugünkü məbəhsimiz ارتباط با yağıqdadır. Hala cüzü məbahis dəhumdur. Bəd az inki molekülhay zistini bərrəsi elədik, yetişik sellular. Uşaqlar, yağıqdanın tərifi var. Deyirik o yağıqdır, vahidi, saxtar və əməlkərdir mövcudat-ı zindədir. Saxtar, yəni əczai təşkil dəhəndi. Həmiyi mövcudat-ı zində fərq eləmir. Çə tək yağıqdırlar, çə por yağıqdırlar. Əzdəm hamısı nədən təşkil tapıb yağıqdadır. Buna deyirik saxtar. Əməlkərdir də uşaqlar. Məsələn, bir dənə mövcudu zində bir dənə fəaliyyəti əncam verir. O fəaliyyətlər در سطح yağıqda əncam tapır. Yəni gərək yağıqda bir iş görə. Məsələn, mən istəyirəm danışam. تعدادی از یافته‌های mənim bədənim bir dənə fəaliyyəti əncam verirlər ki, nəticə o fəaliyyət mənim danışmağım olur. Xub, buna da deyirik vahid əməlkərd. Pəs mövcudat zindənin vahid saxtar və əməlkərdir. Yağıqdadır və fərq eləmir bu mövcud zindəm tək yağıqdırlar ya por yağıqdırlar. Bir yandan da gəlir kitabımız deyir ki, ağa, hər yağıqda təşkil yafta sə bəxşidir. Reşa, sitoplasm və həstə. Əlbəttə, yağıqdahay yukaryotidir mənzur üçün biz biliyoruz, bakterilər ya prokaryotlar həstələri yoxdur və bakterilərdə yağıqda təşkil yafta az sitoplasm, reşa və hala nahiyyə nukleozomi ya məhəllə qərar گرفتن DNA-dir. Xub, gəliyoruz biz bərrəsiyə yağıqda canivəriyə. پس یاخته جانوری تشکیل یافته از غشا، سیتوپلاسم و هستند. شالا غشا ویدیوهای بعدی de بررسی edeceğiz. یعنی مطالب مفصل bunun işimiz فعلا yoktur. Gəliyoruz sitoplasma. Tərif sitoplasmada biz bunu oxumuşuq. Deyirik sitoplasm şamil اندامک‌ها خب و ماده زمینه به اضافه ماده زمینemiz تشکیل یافته از آب، پروتئین، مواد دیگر فعلا işimiz yoktur. اما در ارتباط با اندامچ‌lər. اندامچ‌های یاخته‌های یوکاریوتی چی نوعdur uşaqlar? Ya غشادارdır ya faqid غشاdır. Pəs bizim اندامچ‌lərimiz ki məhəll انجام bir növ fəaliyyət در داخل yağıqdadır çi növ? Ya غشادardırlar یا بدون غشاد. biz bir بررسی eləyəcəyik bunları. Əvvəlin əndamək غشادار şəbəkə endoplasmidir. Pəs یک şəbəkə endoplasmi. uşaqlar şəbəkə endoplasmi تشکیل یافته از کیسه های غشادار و لوله های غشادار و دو نوع اصلیدilər. خب şəbəkə endoplasmi ki deyirik zeb və şəbəkə endoplasmi ki deyirik saft. شبکه اندوپلاسمی زبر بزرگترین اندامک یاخته‌dir. Niye zebr deyirik? Çünkü bunun üstünde endamek بدون غشا به نام ریبوزوم یا رناتم var. Təsəvvür elə mənim kəf dəstim şəbəkə endoplasmi zebridir. Üstünde de bir tədad ribozom qərar tapıb. Bu ribozomlar fəqət diqqət edin ki, yapışmıb kamilən bir səthi şəbəkə endoplasmi yapışmıb. Biraz fasiləsi var və bu fasilə به دلیل حالا ساخت پروتئین که مربوط به کتاب 12 gələk şəbəkə endoplasmi zebri bərrəsi eləyək. Dedik ki, ağa bunun əvvələn buzurgtərin əndaməkdir. Bəd yapışıbdır uşaqlar bir qismətindən yapışıb غشanın لایه خارجsinə. Pəs اتصال دارد یا متصل به لایه خارجی غشاد در سطح خود دارای رناتن یا ریبوزومdur و وظیفه‌si ساخت پروتئین. حالا ساخت پروتئین قشنگ kələmədir, qəşəng cümlədir. Saxta proteində nəqşi var uşaqlar. Proteini biz biliyoruz ribozom ya renaten düzəldi. Hala ribozom renaten ki proteini düzəltdi varid şəbəkə endoplasmi olur və şəbəkə endoplasmidə bir tədad təğyirat tapır. İndi bu təğyirat eləyə bilər virayiş olar, təğyir saxtar olar və elə axır. Xoş. Şəbəkə endoplasmi zebrdən sonra uşaqlar şəbəkə endoplasmi safla sərkarımız var. Ağa şəbəkə endoplasmi saf təşkil yafta az lülə غشایdir. Xoş. Haləti kisəsi yoxdur. Biraz həstədən də fasiləsi var. Şəbəkə endoplasmi zebr həstəyə yapışıb, vəli şəbəkə endoplasmi saf kəmi دور از həstədir. İşi nə mənədir? Pəs əvvələn deyirik təşkil yafta az
لوله های غشاییدی و vəzifəsi ذخیره کلسیوم در یاخته‌lərdir. ذخیره کلسیوم در یاخته‌های مختلف به اضافه ساخت لیپیدlərdə nəqşi var. حالا molekülهای زیستیdə ki lipidləri بررسی elədik bir تعداد داخل شبکه اندوپلاسمی صاف تشکیل tapır.